Əslində İran Amerika və ya İsraillə yox, yer üzünün ən varlı adamı ilə müharibə aparır. Yox, mən Elon Musk'ı nəzərdə tutmuram. Söhbət Larry Finkdən gedir. Tam 15 trilyon dollarlıq aktivi idarə edən, yəni Elon Musk'ın sərvətindən təxminən 30 dəfə çox gücə sahib olan bir adamdan. O sadəcə öz cibini və rəhbərlik etdiyi BlackRock şirkətini daha da zənginləşdirmək üçün dünyanın bütün müharibələrini idarə edir. Bəs nədir bu BlackRock? Qlobal silah sənayesinin nəhəng hissəsini əlində saxlayan bir imperiya. Elə bir güc ki, dünyanın rəsmi olaraq ən varlı adamı sayılan Elon Musk belə 100 il çalışsa onun səviyyəsinə çata bilməz. Larry Fink adı mediada çoxallanmayan, amma pərdə arxasında dünyanın bütün müharibələrinə təsir edən sirli bir figurdur. Bu super şirkət müxtəlif ölkələrin investisiya fondlarında, mərkəzi banklarında və dünyanın ən böyük hərbi sənaye şirkətlərində pay sahibidir. Hətta bir çoxları inanır ki, Larry Fink Amerika prezidentini və digər dünya liderlərini tək başına müəyyənləşdirəcək qədər qüdrətlidir. İndi isə ən böyük sual meydana çıxır. Yaxın Şərqdə nə gizlənib ki, hətta Larry Fink kimi bir nəhəng belə onu ələ keçirməyə çalışır? Cavabı şərhlərdə sizə buraxıram.